Şagirdlər, bu günləri sizə proposition dərsinin izahlar verəcəm. Başlayaq elə birinci sualdan. Baxaq burada uşaqlar A variantı ilə görürük ki, C variantı çox oxşayır. Fərq nədir? Besides uşaqlar yanında deməkdir. Besides amma başqa deməkdir. Baxaq cümlədə tərcümədə görə bizə hansı lazımdır? Deyir İngilis dilindən başqa hansı xarici dildə danışırsınız? Ona görə C variantı. 2-də yadınızda saxlayın ki, şəhərin mərkəzi kimi qapalı, məhdud sahələrdə uşaqlar in olur. In the center. 3-də bir işdə bacarıqlı olmaq üçün uşaqlar qudət birləşməsindən istifadə olunur. C variantı. 4-də interestinglə yadınızda saxlayın ki, in olur. Necə yadımızda saxlayaq bunu? Baxın, əvvəli nə ilə başlayır? In-lə. Ona görə in A variantı. 5-də uşaqlar günün vaxtları ilə in olur. In the evening. 6-ya baxaq uşaqlar. Mən burada nə gördüm? Borrow. Borrow-la from olur uşaqlar. C variantı. 7-yə baxaq uşaqlar. Nə deyir bizə burada? Deyir mətbəxdən. Deməli nə lazımdır bizə bura? From. Qonaq otağına qədər. From to. A-ə, ya-yə qədər. From to. 8-ə baxaq. Nə görürük biz burada? Glance. Baxmaq sözü ilə uşaqlar at olur. Look olsun, glance olsun. Yəni, hər hansısa bir nöqtəyə baxırıqsa, onda nə işlədirik? At. Glance, at. B variantı. 8-i dedik, keçdik 9-a. Dişlərinizi deyir, nə ilə fırçalayırsınız? Yəni, nə istifadə eləməliyik uşaqlar biz burada? With. Nə ilə? Ona baxaq. Ayların qarşısında uşaqlar yadınızda saxlayın. Hər zaman in olur. 11. Proud fəxr eləmək mənasında proud of olur. Proud of. Bu sabit ifadədir. Yadınızda saxlayın. Daha sonra 12-yə baxaq uşaqlar. Deplane təyyarənin. Uşaqlar təyyarənin yerdən qalxması take off-dur. Sadəcə burada keçmiş verib. Verəcək took off. D variantı. 13-ə baxaq. Kitchen verib bizə. Uşaqlar mətbəx kimi, ümumiyyətlə dediyimiz kimi qapalı məkanlarda, yəni otaqlarda in the kitchen olur. Y variantı. 14-ə baxaq. Deməli, her kindness, onun xeyirxahlığına saxlayaq burada. Hər kəs ona necə idi? Admire, heyran idi. Deməli, onun xeyirxahlığına görə hər kəs ona heyran idi. 15-ə baxaq. Restaurantdan uşaqlar from işlənir. C variantı. 16-da yadınızda saxlayın uşaqlar. In his life olur. Birinin həyatında olan hadisə üçün uşaqlar in işlədirik. In his life. B variantı. 17-də nə deyir bizə? Deyir pişik ildırımdan qorxduğu üçün çarpayının nə olacaq uşaqlar? Altında. Altında nədir? Under. C variantı. 18-ə baxaq. Deməli, it is very important, vacibdir. Öyrənmək vacibdir. Kim üçün? For me, mənim üçün. D variantı. 19-a baxaq. Çoxlu nələr var burada deyir. Boş qablar hardadır? Rəfin üzərində. Yəni 10 the shelf. Üzərindədirsə 10 qoyuruq. Altında amdə, üzərində 10. Sonra baxaq uşaqlar. Xalça harda olur? Döşəmənin üzərində. Ona görə 10 qoyuruq. D variantı. Daha sonra həftə ilə at the weekend olur. Uşaqlar yadınızda saxlayın bunu. In heç vaxt olmaz. At the weekend olur. Yadınızda saxlayın. Baxın bu qaydanı. Daha sonra intereslə bayaq dediyimiz kimi nə işlənirdi? In. Daha sonra baxaq burada uşaqlar in our class olacaq. Sinifin daxilində, qrup içində mənasını verirsə in our class olur. B variantı. 24-də baxaq uşaqlar. Nə deyir? Güclü qar xəbərdarlığına
saxlayaq. Neynədik burada? Eee, qərar verdik ki, erkən gedək. Deməli, güclü qar xəbərdarlığına görə. Because of A variantı. 25-də oyuncaqlar masanın baxın altında. Üstündə də ola bilər, amma onu verməyib bizə. Deməli, masanın altında C variantı. 26-ya baxaq. Dəftəri hara qoydum? Masanın üzərinə, yəni 10. 27-yə baxaq. Bağın içərisində uşaqlar in veririk, in the garden. 8-ə baxaq uşaqlar. Güclü yağışın, keçən gecə güclü yağışın, baxın nə lazımdır mənə? Nəticəsində çay sahillərindən nə oldu? Daşdı. Deməli, nəticəsi lazımdır da mənə. As a result of. Yadınızda saxlayın ki, as a result of səbəb-nəticə əlaqəsini bildirir. 29-a baxaq. Deyir, Jim yolun qarşı tərəfində harda körpünün altında bir neçə maşın gördü. C variantı. 30-a baxaq. Bayaq demişdim ki, günün vaxtları ilə uşaqlar in işlənir. In the evening, in the morning, in afternoon. Yəni mütləq şəkildə burada in verərik. Y variantı. Sonra 31-ə baxaq uşaqlar. Work-la uşaqlar biz 10 verərik. Çünki bir layihə üzərində işləmək bizə verib burada. Project, layihə üzərində işləmək work on olar. C variantı. Daha sonra bayaq demişdim ki sizə həftə sonu ilə nə işlədirik? Burada at the weekend olur. A variantı. Daha sonra afraid of olur. Qorxmaq mənasını bildirir. Sabit ifadədir bu da. Daha sonra həftənin günləri ilə uşaqlar 10 işlənir. Ümumiyyətlə day gördünüz uşaqlar. Nə qoyacaqsınız? 10. Y variantı. Daha sonra 35-li uşaqlar necə olacaq burada? Baxın, biz burada nə sözü görürük? Neighborhood, hansı ki, məhəllə deməkdir. Yadınızda saxlayın ki, məhəllə ilə, qəsəbə ilə, şəhər kimi uşaqlar ərazilərin daxilində yaşamağı bildirmək üçün mütləq şəkildə biz inlə istifadə edirik. B variantı. Daha sonra 36-da bizə ölkə, əgər ölkə, daha sonra böyük şəhər adları versə, o zaman biz in istifadə edərik. A variantı. 37-yə baxaq uşaqlar. Baxaq, cümləmizə görək nə var? Baxın, aldığı pis xəbərlərə baxmayaraq gülümsəməyə davam edirdi. Gülümsəməsini saxlayırdı, gülümsəməyə davam edirdi. In spite uşaqlar of-u yoxdur. Əgər of olsaydı o da doğru olardı, o da baxmayaraq deməkdir. 38-ə baxaq uşaqlar. Depend-dən həmişə on olur. Bir şeydən asılı olmaq mənasına gəlir. Depend on olur. C variantı. 39-a baxaq. Bayaq demişdim ki, bir şeydə, bir sahədə yaxşısansa, onda good ət veririk biz. A variantı. Daha sonra 40-da isə proud-la of olur. D variantı. 41-ə baxaq uşaqlar. Nə deyir? 41-ci suala baxaq uşaqlar. Baxın, burada Dickens tərəfindən deyir, düzdür? Ona görə bura birinci sərfə by verərik. Yəni B variantımız yanlış. Y variantımız yanlışdır. C variantımız yanlışdır. Bay olar. Last summer isə uşaqlar qarşısı boş olur. Yaxşı. Ona görə A variantı. 42-də a cup of tea olur. Bir fincan çay. Biz bunu bilirik. 43-də mən sənin üçün nə edə bilərəm? Sənin üçün for you olacaq. Sənin anan üçün nə ala bilərəm? D olacaq. 45-də uşaqlar fell-la off olacaq. Velosipeddən düşmək. Fell off. D variantı. 46-da at the station olur. At the station. A variantı. 47-də deməli köynəklər qardırobun içərisində olar. C variantı. 48-də işini dəyişdikdən daha xoşbəxt oldu. İşini dəyişdikdən sonra daha xoşbəxt olar da. A variantı.
Daha sonra 49-cu suala baxaq uşaqlar. Təpənin zirvəsindən. Ona görə from verərik. B variantı təpənin zirvəsindən mənzərə. 50-yə baxaq uşaqlar. Bax, think verib bizə burada. Think bir mövzu haqqında düşünmək mənasına gəldikdə think about olur. Nəsə bir şey haqqında düşünmək. C variantı. 51 uşaqlar. Listen on to olur. B variantı. 52-də deməli in the street olur. B variantı. 53 işığı söndürmək turn off olur. B variantı. 54-ə baxaq uşaqlar. Deyir, mən minnətdaram. Kimə minnətdaram? Sənə to verərik. Digər tərəfdə isə hər şey üçün for. A variantı. 55-də in the kitchen olur. A variantı. Bunu bayaq demişdik. 56-ya baxaq. In the garden olur. D variantı. 57-yə baxaq uşaqlar. Ofisimizdən. Musa deyir, ofisimizdən uzaqdır. Yəni from lazımdır bizə burada. On foot isə uşaqlar footla on olur burada. Piyada deməkdir. B variantı. 58-ə baxaq uşaqlar. 58-ci sualda birinci tərcümə eləyək. Deyir, yeni qanuna saxlayaq tərcüməni. Görə indi burada nə olacaq? Bir çox kiçik biznes öz fəaliyyətlərini deməli deyir, dəyişdirməli oldu. Deməli, yeni qanunlara görə C variantı. B olmaz uşaqlar, çünki because-dan sonra cümlə gəlir. Because of olsaydı doğru olardı. Because of-dan sonra isə söz birləşməsi gəlir. B variantı ona görə yanlışdır. Despite of baxmayaraq deməkdir. As a result nəticədə deməkdir. At da olmaz bura. Digərləri isə tərcümə baxımından yanlışdır. B isə qrammatik cəhətdən yanlışdır uşaqlar. Yəni orada because of olmalı idi. 59-cu suala baxaq. 59-cu sualda nə deyir uşaqlar? Deyir, onun illərlə olan fədakarlığının nəticəsində yeni nə açdı? Yeni klinik açdı. Deməli, as a result of olacaq, nəticəsində. İllərlə olan fədakarlığının nəticəsində yeni klinik açdı. 60-a baxaq uşaqlar. 60-da isə deyir, o ölkənin cənubundandır. Yəni from verməliyik Y variantı. 61-də in a hurry olur. Bunu biz artikelda keçmişik. Daha sonra in the shade of the tree olur uşaqlar. B variantı. 63-də deməli at the cafe olur uşaqlar. Kafe ilə ət işlənir. Yadımızda saxlayaq. At the cafe olur. 64-də in the park olur. D variantı. Bunu biz artikeldan keçmişik. Daha sonra 65-ci sualda deyir, yağış dayanana qədər ağacın altında sığınacaq tapaq. A variantı. 66-ya baxaq. Uşaqlar deyir ki, cümə günü gecə yarısına qədər hansı ki mağazin açıqdır. Qədər nə olacaq? Till D variantı. Bayaq dedik 67-də proud olsun, afraid olsun, off olur. Belə suallarda uşaqlar ikisinə də baxın. Yəni birdə proud gördünüz, off-u tez vurmaq olmaz. Yəni ikisinə də baxmaq lazımdır. B variantı. 68-ci suala baxaq uşaqlar. Nə deyir burada? Maliyyə çətinliklərinə deyir görə işçi qüvvəsi azalmalı oldu. Görə nə olacaq? Y variantı. Baxın, burada bunun to-su yoxdur. Buna görə yanlışdır. Until qədər deməkdir. Despite baxmayaraq deməkdir. Daha sonra 69-cu suala baxaq uşaqlar. Keçən yaydan bəri since A variantı. Daha sonra 70-ə baxaq uşaqlar. Deyir, uşaqlar it üçün deməli for verməliyik. Ağacın altında B variantı balaca ev tikdi.
71-ə baxaq. Leave-lə uşaqlar for olur. Tərk etmək, çıxıb getmək, tərk etmək. Daha sonra 72-yə baxaq. Yadımızda saxlayaq ki, nəsə bir mənbədən məlumat öyrənmək learned from olur. Learned from Y variantı. 73-ə baxaq. Deyir ki, 2015-dən bəri D variantı. Burada uşaqlar bitmiş zamana da diqqət eləyək ki, belə cümlələrdə indiki bitmiş zamanla bağlı cümlələrdə since olar. Daha sonra 74-ə deyir, yağışdan qorunmaq üçün, bayaq ağacın altında deyirdi, indi qayaların, yağışdan qorunmaq üçün qayaların altında, under rocks. Yəni D variantı. Daha sonra 75-ci suala baxaq uşaqlar. Pis hava proqnozuna görə piknik nə oldu uşaqlar? Ləğv olundu. Yəni because of olacaq Y variantı. 76-da güclü yağışa baxmayaraq neynədilər? Güclü yağışa baxmayaraq yürüyüş etməyə qərar verdilər. Baxmayaraq nə olacaq uşaqlar? Despite B variantı. Bax uşaqlar, deyir ki, gün işığının çatışmazlığına baxmayaraq güllər çiçəkləndi. Baxmayaraq Y-də in spite of yoxdur. D variantı. Daha sonra 78-ci suala baxaq uşaqlar. Deyir ki, gündəliyini yastığın altında neynirdi? Saxlayırdı. Anda verərik də D variantı. 79-da bayaq dediyim kimi qutla ət olur. C variantı. 80-ə baxaq uşaqlar. Nə deyir? O əsəbi olmağına baxmayaraq aydın və inamlı danışırdı. Baxmayaraq olacaq B variantı. In spite dediyim kimi of yoxdur. Die to görə deməkdir, for üçün deməkdir. Yəni bunların heç birisi uyğun deyil. Daha sonra 81-ci suala baxaq uşaqlar. Deyir o evdə qaldı. Nəyə görə? Dəhşətli baş ağrıları olduğuna görə C variantı olacaq 81 because of. 82-yə baxaq uşaqlar. Yadınıza saxlayın ki, angry-dən sonra uşaqlar canlı varlıq gəlsə əgər, bu zaman biz with'dən istifadə edirik. Əgər cansız gəlsə, o zaman for olur. Digər tərəfdə isə nə üçün əsəbi idi? Pis qiymətlər üçün. Pis qiymətlər üçün olacaq A variantı, yəni for. 83-ə baxaq uşaqlar. Deyir ki, hava pis idi və yarış nə oldu? Ləğv olundu. Deməli, hava pis olduğuna görə yağış ləğv olunub da. Daha sonra 84-ə baxaq uşaqlar. One off olur. A variantı biri deməkdir, one off. 85-ə baxaq uşaqlar. Deyir ki, burada təkmilləşdirilmiş nəqliyyat əlaqələri nəticəsində ərazi turistlər arasında nə olub? Populyarlaşıb. Deməli, nə verməliyik biz bura? Görə. Nəticəyə görə. Sadəcə burada as a result-ın ofu yoxdur. Ona görə C verəcəyik. Bir də deyim nəyə görə uşaqlar? Təkmilləşdirilmiş nəqliyyat əlaqələri deyir nəticəsində. Yəni baxın görün nəticə lazım oldu bizə. Nəticəsində ərazi turistlər arasında populyarlaşıb. Ona görə C variantı. Daha sonra 86-ya baxaq uşaqlar. Tullanmaq uşaqlar jump off olur. A variantı. 87-də burada deyir ki, qatarı qaçırtdı. Nəyə görə qatarı qaçırtdı? Trafikə görə, yəni nəqliyyata görə. Görə olacaq uşaqlar burada. Deməli, because of Y variantı. 88-ə baxaq uşaqlar.
Yeni deyir ki, qaydalar nəticəsində hansı ki, müəssisələr fəaliyyət qaydalarını dəyişməli oldular. Görə nə olacaq uşaqlar burada? Baxın, because of yoxdur, die to'su yoxdur. Deməli, yeni qaydalar onda nəticəsində verərik. Yeni qaydalara görə qrammatik cəhətdən uyğun olmadı variantlarımız. Onda yeni qaydalar nəticəsində müəssisələr fəaliyyəti qaydalarını dəyişməli oldular. B variantı. Daha sonra 89-cu suala baxaq uşaqlar. Deyir ki, otaqdakı qatı tüstüyə görə nə olacaq uşaqlar? Bax, A variantını çıxaq. Y-nin because of yoxdur, C-ni çıxaq. Die görə deməkdir, because of-dur. Amma biz bilirik ki, at the room olmur da, in the room olur. Ona görə D variantı. Daha sonra 90-cı suala baxaq uşaqlar. Nə deyir? O bütün gün boyu, günorta hansı ki vaxtını qədim sivilizasiyalar haqqında kitab oxumaqla keçirdi. Yəni haqqında lazımdır D variantı. Daha sonra skamyanın üzərində uşaqlar 10 olur. 10 the beach. Y variantı. 92-də uşaqlar baxın, bitmiş zaman görürük və keçən ildən bəri since olmalıdır A variantı. Daha sonra 93-ə baxaq. Köhnə evin damı ofla olacaq. Bilirik biz cansız ismi yəliyalı ofla düzəlir. Köhnə evin damı. Daha sonra 94-ə baxaq. Deyir ki, onlar soyuq küləyə, burada deyir zövq alırdılar. Onlar soyuq küləyə baxmayaraq zövq alırdılar. A variantı. Baxmayaraq bir A-dır, bir D uşaqlar. In spite of yoxdur, ona görə olmaz. 95-ə baxaq. Deməli, güclü yağışa görə oyun ləğv edildi. Görə nə olacaq uşaqlar? Because of A-da daim to'su yoxdur. Daha sonra 96-ya baxaq uşaqlar. Deyir, o zəhmətinin nəticəsi olaraq daha da nə oldu? Yüksək vəzifəyə yüksəldi. Deməli, nəticəsi olaraq nədir uşaqlar? As a result of. C variantı. 97-yə baxaq uşaqlar. Deyir ki, 97-də onlar hansı ki müasir dünyada təhsilin vacibliyini, əhəmiyyətini ofla düzəlir. Təhsilin vacibliyi, təhsilin əhəmiyyəti. D variantı. 98-ə baxaq uşaqlar. Düşürmək nə oldu? Of. Külək başındakı bir papağı düşürtdü. Of. D variantı. 99-a baxaq. Deyir ki, meşələrin deməli qırılmasına görə bir çox nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Deməli, nə lazımdır bizə burada uşaqlar? Görə. Because-un of yoxdur. Daha sonra deməli uşaqlar onda belə baxdıqda in spite of baxmayaraq deməkdir. Heç bunu çıxaq. Despite baxmayaraq deməkdir. Tərcümə baxımından uyğun deyil. As a result of qoyaq uşaqlar. Meşələrin qırılması nəticəsində bir çox növün nəsli kəsilmək təhlükəsi ilə üzləşib. D variantı uyğun olur uşaqlar.